Bunu deyirlər ki, biz Azərbaycanda milli dövlətin əlbəttə modern, əlbəttə sekular, əlbəttə laik, bizə örnək Mustafa Kemal Atatürk'dür, bizə örnək Türkiyədir və ondan da Avropa mədəniyyətinin yaxşılarını biz mənimsəmək istəyir. Yəni, heç kuşkunuz olmasın, qorxu burada yoxdur. Əgər farslar diskusiya gəlib girsələr, polemik olsa, onda deyərlər ki, indi deyirlər ki, Azərbaycanlılar nə istəyirlər? İrqiçi dövlət yaratmaq istəyirlər. Hayır, biz deyir demokratik, laik, sekular və örnək bugün Azərbaycan Cumhuriyyətində var. Kuzeydə bu cür örnək vardır. Ona görə də bugün farslar nə deyirlər? Sözün sonu. Deyirlər, gəlin gedəyin, həmimiz birlikdə Tehranda bu rejimi aşıraq və bunun yerinə yine bir rejim gətirək. Hələ Tehranda demokrasini demək ki, qaldıraq, bizim əziz Mehdi bəy yaxşı bilir. O Tehranda baş xarab, onu pişəvəri də deyir, ilanın başı Tehranda. İndi Mehdi bəy, gənc Mehdi bəy dedi, orada şuur yox. Burada bunlar qəzet, kitab qoymurlar oxuyalar, qəzet, kitab yox. Hamısı senzur olmuş. Mən nə cürə gəlin bir də sənə inanım və o deşikdən bir də vırılıb. Gedib Tehran demokrasisi adına yine demək ki, Azərbaycanı və Türk'ü qurban verir. Yəni o söhbətlər ki, siz deyirsiniz, hamısı yazılır bu qəzetlərdə, saytlarda. Bizim də ona açıq cavabımız var. Əgər sekularsıdırlar, əgər demək ki, millətçidirlər, əgər milli dövlət istəyirlər, Azərbaycan Türkiyə necə gedib Fars milli dövlətini yarada bilər? O yarada bilər və saxlaya bilər. O olacaq Fars dövləti. Bizim söhbətimiz Türklərdən gedir. Azərbaycanlılar Türklər, Türkün milli dövlətini əlbəttə ki, demokratik, laik və sekular dövlət yarada biləcək. Azərbaycanlılar bunun ənənəsi var. Buyurun. Xahiş edirəm, qısa deyil, çünki saat 9-dur. Qonaqlarımız da yorulub, adamların da çoxsu yorulub. Bir dəqiqə, demək, iki adamın demək, sualı var, İmam və Həsən bəy. Demək, qısa edin, siz izahat vermir. Biz sualınızı verir, ağalar izah edilir. Görürsünüz ki, hər şey haqqında da məlumatlar çox böyükdür. Ona görə, bir dəqiqə. Buyursun, İmam bəy. Sualım var. Bir daxil struktürüyle bir struktürü var. İkincisi de daxila müşavir olan hərəkatlar. Birinci sualım daxil nə struktürü var və struktür yapısı. Nə əzası neçə nəfər olur və necə seçilir, aya bir seçilir sistemi var və kimlər buna oy verir. Əlbəttə, mən yəni daha doğrusu indiyə qədər duymadım. Yəni, bu mən ilk kəz bunu eşidirəm, duyuram. Bəlkə mənim öz qüsurum olur. Bu, yəni, oxunmama və bilmirəm, nə olmalıdır. İkinci sualında ayaq, daxila ilk müşabih olan hərəkat dünyada hansı hərəkatdır və aya bir iş birliyi və əməkdaşlıq olur bu arada. Həsən Rəqam da suala desin, birlikdə. Biraz nevdə deyil. Bunu söyle. Təşkilat bir-iki deyil. Bir də bu ki, buradaki müsaadələr deyil. Sonun bir aya istəsək bir spesifik sonuçun təlimat alırsan, sayt var. İstediği bir sualım var. Bunun içindən siz buna girək. Bir də bir sualım var. Bu için siz gelip gəlmişsiniz istənməmişəm deyil. Toplu Azərbaycan təşkilatları var. Yəni, toplu Azərbaycanlılar var bütün ülkələrdə. Bunlar nə şey ayırır? Mesela görürsünüz 10 bin lira Azəri var burada. Amma kendimiz gücümüz az var. Nə sistem eləyə ki, gücümüz tanınmış olan kitabın təməssübünə, yəni onun ilgisiyle bunu bir güclü alır. Teşekkür ederim. Ben bu barədə geniş danışmaq istəmirəm. Bizim saytımız var, çox güclü bir saytdır, İsveçdə yaranıb. İndi ərəb əlifbası ilə və hətta fars dilində də onun əlavə bir sayt yaradıq ki, İranda tanış olsunlar. Deməli, www 3 dənə .d-a-k yəni DAK arasında tireler var. .org. Yani çok sade bir, yani dublu öz yazıda org. Eğer bunu kursanız açılacak. Orada hatta Avustralya görüşlerimiz de var. Görüşlerimizin şekilleri var. Hemen akşam, hemen gün bütün məlumatlar oraya gelir. Ben yazdıram neçə almış. Hatta org. Bu bir. Bizim Bakı Təbriz jurnalımız var. Ben onu təsis eləmişəm. Ayda bir nömrə çıxır. Strateji araştırmalar jurnalıdır.
və orada deməli bu alimlərin bu məsələlərə münasibətləri əksini tapır. Sonra strukturumuz belədir ki, müxtəlif ölkələrdə təşkilat yaradırlar və bizə müraciət edirlər, biz də onları qəbul edirik Dakar. Bəzən də özümüz təşəbbüs göstəririk. Qurultaylarımıza ildə bir dəfə, ildə 2 dəfə qurultay keçirilir. Qurultaylarımıza hər ölkə təşkilatı deməli konferans keçirir, nümayəndələr seçir. Sonuncu bizim qurultayımızda 148 nəfər nümayəndə vardı, 150 nəfər də qonağımız vardı Avropada. Bir sözlə, bütün bu sualların cavabını siz həmin o saytda tapa bilərsiniz. Təşkilat haqqında, struktur haqqında, rəhbərlik haqqında hər şey orada var. Buyurun. Bütün ülkelərdə Azərbaycanlılar və bunun gücləndirib, daxil tərəfi ilə bunu yaymaq. Yəni biz onu istəyirik. Biz onu istəyirik, amma təəssüf ki, burada deyildi, bayaq deyildi. Hamını bir araya yığmaq son dərəcə çətindir, bu zaman istəyir və onu da biz eləyə bilməliyik ki, siz burada yaşayırsınız, siz bilməlisiniz, siz özünüz yığışıb bir təşkilat yaratmalısınız, onun seçməlisiniz, kimsə nümayəndə və bizdən əlaqə saxlamalıdır. O ki, burada deyil ki, bizim bəzilər deyil ki, burada xəbər olmayıb, biz saat yarım, burada saat yarımdan artıq Azərbaycan Səsi Radyosu'nun da çıxış elədik. Mən elə gəlib, burada yaşayan Azərbaycanlılar elə ilk növbədə gələk, o radioya qulaq assınlar. Qulaq assalar bizim gəldiyimizdən xəbər tutardılar. İkincisi, bir konferans, bu konferans haqqında elan verilmişdir və elanlar çox geniş yayılıb, şəhərin çox yerlərində yazılıb, yayılıb, vurulub. Ona görə də mənim şəxsən təşkilatçılar heç kimə güzarımız yoxdur. O adamların hamısını bir araya yığmaq olmaz. Gələcəkdə inşallah bu yavaş-yavaş inkişaf edən birlik yaranar. Mən də bu yığıncağın sonunda bu günlərdə bizə qayğı göstərmiş, bizi dəvət eləmiş, bizlə bərabər olmuş. Xaberiya məsələn bizim Əhməd bəy bizdən bir yerdə özü gecə də yuxusuzdur, bizdən getdi, həmin gündə qayıtdı. Ədəm bəy, İmaməddin bəy, bayaq Əjdər bəy adını çəkdi bizim Həcər xanımla Sərhəd bəy görüşdük Kaberada. Burada çox adamlarla görüşdük. Görüşdüyümüz insanların hamısında son dərəcə böyük bir ilgi, münasibət, mehribançılıq, Azərbaycana bağlılıq gördük. Təbii ki, problemlər də var. Görürəm bəziləri, uşaqlar yeni nəsil gəlir, onların dil problemi var, evlərdə ünsiyyət problemi var, Azərbaycan uzaqdır, gel-gəl məsələləri var, səfirlik olmadığına görə çox başqa işlər də çıxır ortaya. Məsələn, mən gedib bura vizanı Moskvadan almışam, halbuki bunu Azərbaycandan, Bakıdan alardım çox rahat, bundan ötürü bir həftə vaxt dedim. Bu məsələlər var, amma hər halda Avstraliya mənim düşüncəmə görə Azərbaycanlıların yeni maraq dairəsinə, Türkiyədən fərqli olaraq yeni girib Azərbaycanlıların maraq dairəsinə və güman edirəm 5-6 ildən sonra burada Azərbaycan mühacirəti daha güclü olacaq və Azərbaycan Respublikası ilə də əlaqələr indikindən qat-qat daha möhkəm olacaq. Çox sağ olun, mən hesab edirəm, əlavə yəqin sözlər var, amma mən öz adımdan deyirəm ki, mənim şəxsən bizim üçümüzün də buradakı görüşlərdən və bizə olan münasibətdən heç bir, belə deyək ki, narazılığımız yoxdur, əksinə gözlədiyimizdən hər şey daha yaxşıdır. Çox sağ olun. Gələtənin axirində mən ömrümdə bəylərdən təşəkkür edirəm. Hatıramı anlatmak istiyorum. Bir dəqiqə sözünü qurtarım. Hatıramı anlatmak istiyoruz. Buyurun. Önce misafirlere hoş geldiniz. Teşekkür ederim. 1990'da biz Zeynep Hanlarova'yı buraya davet etmiştik. Çünkü Azerbaycan çok zor durumdaydı. Savaş vardı. Onun için de konser getirdik. Zeynep Hanlarova'yı Melbourne'da bir restoran bizi davet etti. Yemek vermiyor. Türk restoranı. Zeynep Hanlarova'nın şerefine. Biz bu yemeğe davet olarak gittik. Davetsiz 2 tane misafir geldi. Birisi İranlı,
birisi de Gürcü bir kadın. Ve sofrada oturuyoruz. Bizim masamızda, bizim yemeğimizde, bizim cemiyetimizde bu insanlar davetsiz geldi. Ve otururken sohbette o İranlı adam dedi ki, Zeynep Hanım dedi, siz Türkçe bilmezdiniz. Türkler size Türkçeyi zorla öğretti, öğrenmeyenlerin dilini kesti. Bizim masamızda bize bunu söyledi. Ve bu adam davetsiz geldi. Ben zannediyorum Zeynep Hanlar var misafiri. Onlar da zannediyorlarmış bizim misafirimiz. Ve bu adam bu sözü söyleyince ben atılmak istedim. Fakat Zeynep Hanlar var dedi ki, dur balam dedi, bu sözü ben cevaplandım. Dedi ki, ay balam dedi ona, sen ne danışırsın? Bizim dilimizi 200 sene İranlılar, 200 sene de Ruslar kesti, susturamadılar. Bizim öz dilimiz Türkçedir ve Türkçe danışır. Ve bu sohbet üzerine ben İranlı'ya dedim ki lütfen masamızı terk edin. Ve bu adam İran ajanı. Kendisini bize de İran'dan, Hümeyni'den kaçtığını söylüyor. Ve o kadın da Gürcü kadın, Rus ajanı, o da İran ajanı. Yani İran hiçbir zaman Azeriler ve Türkler üzerinde yalanlarını, iftiralarını hiçbir zaman unutmayacaklar, yapacaklar. Ona göre düşmanınızı iyi tanıyın. Küstah Şef bizim masamızda bu sözü söyledi. Ve bunu anlatmak istedim burada. Azerbaycan'ın yolunun açık olmasını isterim. Başarılar dilerim. Çok sağ olun. Şimdi Şəmsəddin bəy istəyir sözünüzü danışaq. Lütfen kısa olsun, xahiş edirəm Şəmsəddin bəy. Kısa olsun, lütfen buyurun. Bunlar da mən yaxşılardır. Onların sözünün karşısında bunu söylemek istəyirəm ki, iki dənə statistik faktı demək istəyirəm. Birisi budur ki, çok enteresandır. Dünyada Türkiye'den sonra en çok Türk dilli halk yaşayan İran'dır. Ve ikinci kent en çok Türk dilli halk yaşayan İstanbul'dan sonra Tehran'dır. 2 hafta önce ben Tehran'a geldim. Beni tanırlar. Atam, babam, əcdadım Türk'tür. İndi Tehran'da benim en yakın tabirlerim yaşır. Orada həkimlik üniversitesi, Tehran Üniversitesi'nde okudular. Benimle mücadele edirdi. Bilirsiniz ne değildi? Bəyim söylediği söz. Biz Türk değiliz. Bu Farsların bize getirdiği iştir. Bizi Türk, bizim dilimiz söylüyor. Biz aslında Farsız. Necə yani? Buna kim dayanabilir? Yani Fars buyurdular ki, Azeriler baskı altında değil, ne türlüyorlar? Bizim böyle varlığımızı bunlar silir. Kimliğimizi silir. Buna kim dayanabilir? Silmek. Teşekkür ediyorum.